gözə sevinirəm ki, xalq artıq qorxmur. Bu gün müharibələr sosial şəbəkələrdədir və biz hamılıqla bu mübarizəni apara bilirik. Bu gərginlik, bu xaos heç kimi həvəsdən salmasın. Əksinə etirazlar çoxaldıqca bu dırnaqarası jurnalistlərin və saxta ziyalıların iç üzləri bəlli olur. Bu hələ bir qığılcımdır. Mübarizəni dayanmadan aparmalıyıq. Heç kim öz cibindən bu uşaq pulunu vermir. Bu dövlətin büdcəsindən verilir. Məmurlar bu qədər büdcəni tanıyır, heç kim bunlar barədə heç bir tədbir görmür, amma xalq uşaq pulunu istəyəndə bir bəhanə tapırlar. Efirdə hər gün eyni tezisi eşidirik. Uşaq pulu versək insanlar tənbəlləşər, bu imkanı yoxdursa uşaq doğma. Bu sadəcə aparıcının şəxsi bir fikri deyil. Dövlətin sosial öhdəliklərini vətəndaşın üzərinə yıxmaq üçün düşünülmüş bir təbliğatdır. Savadı olan hər kəs bilir ki, Konstitusiyaya görə Azərbaycan sosial bir dövlətdir. Sosial dövlətin vəzifəsi vətəndaşına şərt qoymaq yox, doğulan hər bir uşağın minimum yaşayış və səhiyyə hüququnu təmin etməlidir. Dünyanın ən inkişaf etmiş əhalisi, ən aktiv işləyən Skandinaviya ölkələrində uşaq pulu fundamental hüquqdur. Ayda uşağın bezinə, südünə edilən yardım hansı insanı tənbəl eləyər? İnsanları tənbəl edən sosial yardımlar deyil, regionlardakı işsizlik və aşağı maaşlardır. Amma bu sifarişli jurnalistlər real problemi gizlədib, günahı vətəndaşda axtarırlar. Məqsədləri uşaq pulu tələb edən valideynləri hazırlayan kimi qələmə verib, mənfi rəy yaratmaqdır. Əsl jurnalistika xalqın ehtiyacını müdafiə etməkdir. Rəsmi tezislərin vəkilliyini etmək deyil. Vətəndaşın öz dövlətində uşağı üçün pay istəməsi onun ən təbii, ən qanuni hüququdur. Bu mübarizə bizim haqqımızdır. Geri çəkilmək yoxdur. Paylaşın, hər kəs səsimizi eşitsin.